10-11 aprel tarixlərində Tehranla İrəvanın keçirdiyi birgə təlimlərin məqsədini tərəflər fərqli şəkildə göstərirlər. İran mediası yazır ki, eyni vaxtda təlimin əsas məqsədi sərhəd təhlükəsizliyini gücləndirməkdir və manevrlar regionda davamlı sülhə uyğun həyata keçirilib. Ermənistan xəbər agentlikləri isə qeyd edir ki, təlimlər Azərbaycanın məhz bu istiqamətdə hərbi eskalasiya başlayacağı gözləntiləri fonunda reallaşıb. Təsadüfi deyil ki, Aşura diviziyasının komandanı general Əlirza Mədəni Təslim İnformasiya Agentliyinə verdiyi açıqlamada təlimlərin mümkün olan ən qısa zamanda planlaşdırılaraq hazırlandığını bildirib. O zaman bu tələskənliyi regionda gedən proseslərin dinamikası ilə əlaqələndirmək çox da qəliz deyil. Həm Ermənistan, həm İran gələcək mövcudluğunu saxlamaq üçün, yaxud da ki, dövlətin mövcudluğunu qorumaq üçün bir çox addımlar atmaq məcburiyyətindədir. Həm Ermənistan, həm İranın atdığı addımlar onu göstərir ki, nə qədər onlardan xaricdən onlara təsir etməsinə baxmayaraq, onlar yenə də öz bildikləri kimi hərəkət edir və həm regionda, həm də qlobal səviyyədə vəziyyəti mürəkkəbləşmək, o cümlədən müharibə ritorikasını irəli sürməklə məşğuldur. Burada ziddiyyət İranın mövqeyindədir. Bir tərəfdən Azərbaycanla əlaqələrində yaranmış soyuqluğun aradan qaldırılmalı olduğunu deyir. Digər tərəfdən də Azərbaycanın ərazisinin 20%-ni 30 il müddətində işğal altında saxlamış Ermənistanla hərbi təlimlər keçirir. Analitiklər Tehranın bu ikili davranışlarına 3 istiqamətdən aydınlıq gətirirlər. İlk növbədə İran, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda artan hərbi və iqtisadi gücünü nəzərə alaraq öz mövqeyini gücləndirməyə çalışır. Digər tərəfdən bu Zəngəzur dəhlizinin reallaşmasına qarşı bir reaksiyadır. İran dəhlizin açılmasının ərazi bütövlüyünə zərər verəcəyini düşünür. Məsələyə başqa aspektdən yanaşsaq, İran Ermənistana daha çox öz təsirini almaq məqsədini güdür. Tehran özünün regional gücünü qorumaq üçün İrəvana dəstək verməyə, eyni zamanda Bakıya bir mesaj göndərməyə çalışır. Bu həm də Azərbaycanın daha da yaxınlaşdığı İsrail və Türkiyə ilə münasibətləri nəzərə alındıqda İranın strateji bir manevridir. Ermənistan isə deyəsən İranın bu siyasətindən narazı deyil. Təsadüfi deyir ki, siyasi şərhçi Akop Badalyan deyib ki, təlimlər mühüm siyasi ismarıc daşıyır və ismarıc təkcə Bakıya yox, daha geniş auditoriyaya ünvanlanır. Həm 30 il işğal devrində, həm də Azərbaycan vətən müharibəsində qələbə çalanından sonra İranın Ermənistanla hərbi əməkdaşlığını daha da genişləndirilməsində maraqlı olduğunu gördük və hətta sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisində olduğu devirdə də İranın hərbiçiləri orada təlimlərin keçməsi ilə bağlı məlumatlar var idi. Siyasi şərhçilərin fikrincə İranın Ermənistanla birgə keçirdiyi təlimlər yalnız hərbi məşqlər deyil, həm də regiondakı güc balansını dəyişdirmək məqsədini güdən strateji addımdır. Ona görə də bu təlimlər Cənubi Qafqazın geopolitik mənzərəsindəki yeni dinamikaların yaranmasına səbəb ola bilər.